Bizim Peyğəmbərimizin barəsində Allah buyurub ki, Peyğəmbər böyük əxlaq sahibidir. Demir ha, əxlaq sahibidir. Deyir, böyük əxlaq sahibidir. Ola bilsin bir insan əxlaq sahibi olsun, amma böyük əxlaq sahibi olmaq ancaq Peyğəmbərə aiddir. O böyük əxlaq nə deməkdir? Deyir, bir əxlaqlı insanı təsəvvürünüzə gətirin. Ədəbli, əxlaqlı, hər şey yerində, amma görürsən onun əxlaqı içərisində bəlkə də yüzlərlə nümunələr tapmaq olar ki, o məsələn filan əxlaqi dəyəri burada istifadə eləməməli idi, amma eləyib. Və yaxud da burada bu dəyər bu qədər istifadə olunmalı idi, az eləyib. Peyğəmbərimizin əxlaqına böyük deyir Allah. Ona görə böyük deyir ki, Peyğəmbərimizin əxlaqında, onun rəftarında bir dənə nümunə tapa bilmərsən. Deyəsən ki, Peyğəmbər bunu belə eləməli idi burada. Və yaxud da Peyğəmbər bunu lazımınca istifadə eləməyib bu xüsusiyyətindən, bu hissindən. Elm, qəzəb, şəhvət. Buyurur, bunları Allah insana verib, bunların məqsədi var. O məqsədə doğru, hədəfə doğru, müəyyən bir hədəf üçün verib. Allah qəzəbi veribsə elə belə verməyib. Baxın, qəzəb hissi iləndir ki, insan durur özündən və yaxud haqdan, həqiqətdən difa edir, müdafiə edir. Qəzəb hissi olmasa insanda, kimsə insana təcavüz eləyəndə elə oturub baxar. Qəzəb yoxdur axı bir hirslənəsən, müdafiə eləyəsən. Deməli, Allah qəzəb hissini nəyə görə verib insana? Qəzəb hissini verib ki, insan özünü lazım olan dəyərləri müdafiə eləyə bilsin. Şəhvət hissini niyə verib insana? Müəyyən bir hədəf üçün, nəsil artımı üçün. Əgər bu hiss olmasa, nəsil artımı qeyri-mümkündür. Deməli, bu hisslər insana müəyyən bir hədəf üçün verilibsə, insan həmin hədəfi bilməlidir və həmin verilən hissi, istəyi o hədəfə doğru tənzimləməlidir. Bir yol tutmalıdır, o yoldan getməlidir. O yoldan nə sağa çıxa bilər, nə sola çıxa bilər. Ta məqsədinə çatsın. Hissi verib Allah, buyurub bu hissi bunun üçün vermişəm sənə. Sən gəl, ondan istifadə elə, o yolda, istifadə yolunda nə sağa çıx, nə sola çıx. Əli əleyhissalamın bir yaxşı sözü var Nəhcül Bəlağədə. Buyurur ki, əl-yəminu və şimalu məzəllə. Sağa da çıxsın, sola da çıxsın, yoldan çıxmısan. Bəs yolla nə vaxt gedirsən? Buyurur, ət-tariqatul vüsta hiyəl caddə. Əsl yol o orta yoldur. Orta yolu tut, get. Nə sağa çıx, nə sola çıx. Sağla solun adı nədir? Buyurur, ifrat, təfrid. Sənə verilən bu his ki var, bu istək ki var, qəzəb hissi, başqa hisslər, başqa istəklər. Bunları elə tənzimlə ki, nə ifrata getsin, nə təfriddə qalsın. Orta yolu tut, get. Fəzilət də bax budur. Onda sən hiss eləyəcəksən ki, dəyişirsən. Onda sən hiss eləyəcəksən ki, yaxşıdan daha yaxşıya getdin. Pisdən yaxşıya döndün. Bunu hiss eləyəcəksən özündə. Görəcəksən ki, sən artıq da yerində saymırsan. Günün fərqlənir, ayın, ilin fərqlənir və ömrün demək olar ki, nurani olur, bərəkətə çatır və s. İfratla təfrid həddi. Elmin, qəzəbin və bir də şəhvətin. Bunların bir təfrid, ifrat həddi var, bir də təfrid həddi var. Elmin ifrat həddi nədir? İfrat yəni həddindən çox da o deməkdir. Elmin ifrat həddi, həddən çox. Yəni həddən çox oxuyun. Peyğəmbər buyurub ki, elmi beşikdən qəbrə qədər öyrən. Elmin bəyəm həddi var? Bəli, həddi var. Amma elmin özündə yox. O elm ki, nə üçün verilir insana, onda bir həddi var. O həddi aşa bilməzsən. Buyurur, elmin ifrat həddi bilirsiniz nədir? İnsan elmlənir, elmi oxuyur, başlayır yalan danışmağa, haqqa batil donu giyindirməyə. Cahil adam onu eləyə bilər, haqqa batil donu giyindirsin, batilə haqq donu giyindirsin. O heç bilmir haqla batil nədir. Amma alimdir, oxuyub, haqqa batil, batilə haqq donu giyindirdi. Buna deyirlər elmin ifrat həddi. Bu elmdə buracan yaxşı gəlmişdi, oxuyurdu, maşallah, elmlənirdi, amma burada çıxdı yoldan. Çıxdı sağa, ifrata getdi. Bu artıq başladı özündən fantaziyalar qoşmağa, özündən fətvalar verməyə, başladı elmi ilə məğrur olmağa, elmi, belə də. Buyurur ki, elmin təfrid həddi nədir? Cahillik. Ged oxu, oxumur. Öyrən, öyrənmir. Niyə öyrənim ki? Öyrənsəm gərək əməl eləyim. Bəziləri öyrənmir, əməl etmək qorxusundan öyrənmir. Çünki bilir ki, bilsə gərək əməl eləsin axı. Bilsə gərək əməl eləsin, ona görə deyir elə bilmirəm, bəri başdan da əməl eləmək, zəhmət olmasın mənə. Eşitmisiniz də?
Tələbədən müəllim soruşur ki, deyinən A demir. Deyir, axı sən bilirsən, bilirəm ki, bilirsən, A hərfin bilirsən, tanıyırsan. Deyir, demirəm ona görə ki, üçün desəm, deyəcəksən deyinən B, deyinən D, C, gərək mən sənin üçün 32 əlifbanı burada sayım. İndi həmd surəni bir adam bilmir. Nə etməlidir bu? Öyrənməlidir. İndi öyrənsə gərək namaz qılsın, onun qorxusundan deyir öyrənmirəm. Öyle qiyamətdə də Allah bilənin günahıyla bilməyənin günahı qiyamətdə Allah yanında eyni deyir axı. Buyurur, cahil alimin biri bağışlananacan, cahilin 70'i bağışlanar. Bir cahil baxdı alimə, dedi, nə belə özünü yuxarı tutursan ki, deyirsən mən alim belə filan. Səndən biri bağışlanacan, məndən 70'i bağışlanıb keçəcək cənnətə. Sən elə qalıb gözləyəcəksən. Yəni insan bəzən oxumur bunun qorxusundan. Amma din nə deyir bizə? Allah nə deyir? Deyir, o sualın ikinci sualı da var. Niyə öyrənmədin, bilmirdin? Niyə əməl etmədin? Cavabı budur ki, bilmirdin. Bilmirdin, bəs niyə öyrənmədin? Bax, o sual oradadır ki, onda cavabı yoxdur. Niyə öyrənmədin? Elmin təfrid həddi cahillikdir. İnsan əhəmmiyyət verməyə, şəriət elmlərinə əhəmmiyyət verməyə, halal haramı öyrənməyə əhəmmiyyət və ümumiyyətlə də dünyəvi dini elmlərə insan əhəmmiyyət verməyə və cahil qala. Buyurur, bu elmin təfrid həddidir. Yaxşı, elmi oxu. Nə qədər çox oxuyursan oxu. Amma day həddini aşma. Haqqa batil donu geyindirmə. Yalandan fətvalar vermə. Nə də təfrid həddində qal, cahil ol günah. Orta yol tut. Elmi oxu, xidmət eləməkdən ötürü. Elmi oxu, əməl eləməkdən ötürü. Orta yolu tut, onda sən elə haqqa haqq deyəcəksən, ağa ağ, qarıya qara deyəcəksən. Orta yolda elmin bir adı var. Elə ki insan bu elm oxumaq hissini tənzimlədi, tutdu orta yolu, nə ifrata getdi, nə də təfriddə qalır. Orta yolu tutanda bunun adına deyərlər hikmət. Quran-ı Kərimdə Peyğəmbəri Allah niyə göndərib? Cümə surəsi oxundu, 2-ci ayəsində deyir. Peyğəmbər gəldi sizə hikmət öyrətsin. Demir ha, elm öyrətsin. Hikmət elmin orta yoluna deyirlər. İfrata, təfritə getdi, ona da elə elmdir, ona da hikmət demək olmaz. Deməzlər ki, məsələn, Allah deyə bilər ki, biz filan kəsə elm verdik, amma filan kəs haqqa batil donu giyindirsə, da deməz hikməti verdik. Loğmana baxın, deyir, loğmana hikmət verildi. Demir elm verildi. Elm o ifrat, təfrid həddində olanlara da verilə bilər, amma hikmət ancaq və ancaq orta yolu tutanlara. Məlumdur ki, Loğman elmdə orta yol tutmuşdu. Oxuyurdu, oxuduğuna əməl eləyirdi. Oxuduğunun nəticəsində Allaha biraz da dərindən dərk eləyib yaxınlaşırdı. Bu elmin ifrat, təfrid həddi. Quran-ı Kərim buyurur: "Və cəalnakum ummeten vəsata." Biz sizi orta ümmət qərar verdik. Yəni ifrata getmə, təfriddə də qalma. Elmivi orta yolda tut, o sənə hikmət gətirəcək. Quran-ı Kərim buyurur ki: "Və men yu'til hikmə fəqad utiyə xeyran kəthira." Hər kəsə hikmət verilsə, ona çoxlu xeyr verilmiş olur. Əl-hikmətu zallətul mümin. Hədislərdə var ki, möminin itmişidir hikmət. Hikməti mömin insan axtarır, necə itmişin axtarır. Bu elmin necə tənzimlənmə qaydası. 2 dənə hissin tənzimlənmə qaydasını da dinimiz bizə deyir: qəzəblə şəhvət. Qəzəbin də bir ifrat həddi var, bir təfrid həddi var. Qəzəblə gedirsən, elə vaxt olur ki, qəzəbdə çıxdın yoldan. Ya sağa, ya sola. Qəzəbin təfrid həddi odur ki, süstlük, tənbəllik, qorxaqlıq. İfrat həddi nədir bəs? Yırtıcılıq, parçalayıb tökmək, vurub partladıb dağıtmaq. Bu da qəzəbin ifrat həddi. Təcavüz, zülm, cinayət və ilaxır. Buyurur ki, çoxlu günahlar elə bundan qaynaqlanır. Bir adam birinin qəlbinə dəyir. Bilirsiniz niyə? Çünki qəzəbləndi ona. Biri birinin ünvanına pis söz dedi. Çünki qəzəblənib deyib. Qəzəblənməyəndə o sözü deməz. Qəzəblənir deyir. O qəzəb insanı çox günahlara aparır. Hətta təkəbbürlüyün özü qəzəbdəndir. Paxıllığın özü qəzəbdəndir. Çoxlu günahlar, köklü günahlar bağlanır qəzəbə. Qəzəb tənzimlənsə bunlar olmayacaq. Demir qəzəbi məhv elə. Deyir qəzəbi tənzimlə. Qəzəbdə orta yol tut. İfrata getmə, təcavüz eləmə. Nə də qorxaq ol günan. Əgər orta yol tutsun, qəzəbin orta yoluna nə deyirlər? Şücaət. Demirlər Həzrəti Əli qəzəbli adamdır. Deyirlər şücaətli adamdır.
bəhs açanda bəhsi açmırlar ki, Həzrəti Əlinin qəzəbi. Bəhsi belə açırlar, Həzrəti Əlinin şücaəti, sonra başlayırlar onun şücaətindən danışmağa. Niyə? O insan qəzəb hissini elə tənzimləmişdi ki, nə ifrata gedirdi, nə təfritdə qalırdı. Nə qorxaq idi, nə də qəzəblənəndə ifrata gedirdi, kiminsə haqqına girirdi. Əmr ibn Əbdüvədi öldürdü əleyhissalam. Öldürəndən sonra bacısı gəldi dayandı Əmrin başının üstündə. Əmr böyük bir pəhləvan idi. Gəldi dayandı başının üstündə, baxdı qardaşına. Dedi, qardaş, sən alicənab bir insan əlində ölməsəydin, mən sənə ağlayardım. Sən alicənab bir insan əlində ölmüsən deyənə mən ağlamıram. Səni gör kim öldürüb? Soruşdular ki, xanım, hardan bilirsən bunu öldürən alicənabdır? Deyir, görmürsən, qılıncını əl dəyməyib, paltarını əl dəyməyib, pəhləvandır da, çıxartıb apara bilərdi özü üçün. Qəzəbi görün nə cür orta həddə saxlayır. Qəzəblənəndə bir də görürsən ki, insan vurdu keçdi həddi. Təcavüzlər, zülümlər, artıq məsələn işlər, amma əleyhissalam elə deyir. Peyğəmbər demişdi, başın kəsməyə müvəffəq olsun, lap yaxşı. Hidayət elə birinci. Hidayət olmasa vuruş. Başı artıq zülm olmaz. Dinimiz onu deyir bizə. Peyğəmbər buyurur ki, müharibəyə get, düz ağaclarla işimiz olmasın. Day mən hirslənmişəm, vurum, yandırım, yox, olmaz. Mən qəzəbi bax orta həddə saxlasa insan heç bir fəsad baş vermir. Fəsadların əksəriyyəti baş verir qəzəbin ifrat həddindən. İndi nə etmək lazımdır? Burada qəzəbi ifratdan biraz çəkib gətirmək lazımdır yola, öz yoluna. Nə üçün qoyulmuşdu bu? Hansı məqsədə çatmaq yolunda getməli idi bu qəzəb? Buyurur ki, o məqsəd yolundakı haqdan və həqiqətdən difa eləyə, Allah bu hissi buna görə verib ona. Şəhvətin də ümumiyyətlə hər növ istəyə şəhvət deyirlər. Bir ifrat həddi var, bir də təfrit həddi var. Şəhvətin ifrat həddi tamahdır və acgözlükdir, hərislik. Allah bu istəyi verib sənə, sənin dünya malına, dünyanın məsələn başqa var dövlətinə, dünyada olan insanlara səndə nə var? İstək var, həvəs var. Buyurur, bu həvəs səndə o qədər olmamalıdır ki, da acgöz olasan. Tamahın sənə güc gələ, yox. O şəhvəti də məhv eləmə, təfritdə də saxlama. Şəhvətin təfrit həddi nədir? Bəyağdır, həmin o rahiblik. Adi evlənmək məsələsini qoyur kənara, evlənmir. Məhv eləyir o hissi özündə, ondan da elə bilir ki, fəzilət qazandı. Amma baxın, bu hissin orta yolu adına deyirlər iffət. İffət, ismət. Bunlar bir məfhumdur ki, həmin şəhvət hissinin orta həddinə deyirlər. Yəni bir adam bu hissi özündə orta həddə saxlasa, halal çərçivədə saxlasa, bəli, bu olar iffətli insan, ismətli insan. Məsələn, tutaq ki, biri özünü çox istəyir. Hər bir insan özünü çox istəyir. Buyurur, özünü çox istəməyi də insan saxlamalıdır orta həddə. Bəzən insan özünü razı qalır, ücb eləyir, təkəbbürlü eləyir. Niyə görə? Çünki özünü çox istəyir. O çox istəmək keçdi həddən başlayır insan özündən razı qalmağa. Görürsüz, məsələn, bir insan fəzilət qazanıb, hansısa bir üstün cəhəti var, başlayır fərəhlənir və özündən razı qalır, özünü ona görə üstün bilir hər kəsdən. Bu nədən irəli gəlir? Bu özün çox istəməkdən irəli gəlir. Bu özün o qədər çox istəyir ki, gəlib özündən razı qalır. O qədər çox istəyir ki, hətta özünü başqasından üstün tutur. Buyurur, bu hubbun nəfs, özün çox istəməyin özü də orta həddə saxlanmalıdır. Nə ifrata, təkəbbür, ücb həddinə çatmalıdır, nə də o qədər sən daha özünə məhəbbəti məhv eləyə bilmərsən ki, özünə məhv eləsən, gedəcəksən günaha. İnsan günaha niyə gedir? Günahları niyə eləyir? Çünki özün sevmək hissi onda məhv olub gedib. Özün istəmir. Əbu Zərə dedilər, Əba Zər, mənə nəsiyyət elə, dedi, sevdiyüvə pislik eləmə. Əba Zərədən soruşdular ki, Əba Zər, adam sevdiyinə pislik mi eləyər? Buyurdu, sən özünü hər kəsdən çox istəyirsən və çox sevirsən. Günah eləyib özünə pislik eləmə. Bu da bunun təfrid həddi. İnsan neynəsin o Quran dediyi islahata, mənəvi saflığa, həmin o xasiyyətlərin dəyişilməsinə, insan daxili dünyasında dönüş yaratmasına yol hardan başlayır buyurur. Bu üç qüvvənin tənzimlənməsindən başlayır. Əgər insanda bu üç qüvvə, bax bu cür orta yolda, orta həddə tənzimlənmiş olsa, insan olar böyük əxlaq sahibi.
bir dənə Həzrəti Əlinin və başqa imamlarımızın başda peyğəmbər olmaqla həyatında bayaq dedim, tapa bilmərik ki, o yersiz istifadə eləsin. Günaha Qurani-Kərim öz məntiqində israf deyir. Deyir, günah eləmək, israf eləmək deməkdir. İsraf eləmək yəni nə? İsraf eləmək, bizdən soruşsalar, israf eləmək, yəni bir şeydən çox istifadə eləmək. Amma Quran buyurur ki, israfın mənası o deyil. Bir şeydən çox istifadə eləmək, onun mənası o deyil. İsraf yersiz istifadə eləməyə deyirlər. Ola bilər ki, insan bir şeydən 100 dəfə istifadə eləyib, yerində istifadə eləyib, həddində istifadə eləyib. Ola da bilər 5 dəfə istifadə eləyib, amma 5-i də yersiz olub. Bu 5 dənə israf sayılacaq, o 100 dənə yox. Buyurur, insan günah eləyirsə, Allah Qurani-Kərimdə bu günaha deyir, bu adam israf eləyir özünə. Demir ki, ey mənim günah eləyən bəndələrim. Ayədə var. Qul ya ibadiyəllezine əsrafu ala anfusihim. Ey mənim özlərinə israf edən bəndələrim. Yəni özlərini yersiz yerlərdə istifadə edən bəndələrim. O yerlərdə ki, mən icazə verməmişəm, o yerlərdə gedirlər, özlərin istifadə eləyirlər. Allahın verdiyi imkanları o Allahın buyurmadığı, göstərmədiyi yerlərdə gedirlər, istifadə eləyirlər. Ona görə israfkar olurlar. Qurani-Kərim buyurur ki, "Vallahu la yuhibbul musrifin." İsrafkarları Allah çox istəmir. Yəni o insan ki, özünə günahla israf eləyir, Allah buyurur o insanları məhəbbəti yoxdur və çox istəməz.